Bu isə bizim toyuğun döşətindən hazırladığım kotlet və yanında da kartof qızartmasıdır. Deməli, toyuğun döşəti, bir bütöv soğan, bir diş sarımsaq, bir ədəd yumurta, bir dilim çörək və bir ədəd də biraz sarı kök və qaynadılmış, biraz da çox tam yox, hardasa bir 5 dəqiqə, 7 dəqiqə qaynadılmış kartofu da bunun içinə əlavə elədim. Zövqə görə kök də əlavə eləmək olar, ancaq bizdə yenə deyirəm, kotletin içərisində kök sevilmir deyə mən bunu əlavə etmədim. Amma kim istəyirsə, yeyilirsə əlavə eləyə bilər, çox dadlı olur elə də. Duz istiyor. Deməli, bunu yoğururuq, əlimizlə kotlet formasına, oval formada ya yumru formada, zövq məsələsidir yenə, düzəldib, onu suxariyə batırıb, belə yağda mən qızartdım, çox dadlı olur. Bu bizim yemək, axşam iftar üçün hazırlamışam bunu da.